Bəli, bəli. Bəli, müəllim. Maqnit seli. Nədir maqnit seli? Deyirik ki, birinci buradan başlayaq. Qapalı kontur. Nə deməkdir qapalı kontur? Qapalı kontur. Qapalı kontur, baxın, bağlı bir naqildir. Bu bağlı bir naqildən, məsələn, induksiya xətləri keçirdirəm. Baxaq, belə. İnduksiya xətləri keçirdim. Bu naqilin ən kəsin sahəsini bu cür qeyd edirəm. Və bu ən kəsin sahəsi bu hissədir. Və buna bir normal endirirəm. Normal səthdə nədir həmişə? Normal dedikdə nə başa düşürük? Perpendikulyar. Səthdə perpendikulyardır həmişə. Səthin normalı deyirik. Aha. Biz deyirik ki, tutaq ki, bu şəkildə olur. İndi bir dənə başqa bir qapalı kontur çəksən, düzdür, baxın, belə. Və buradan bir dənə maqnit induksiya xətləri keçirsən, ümumiyyətlə, bir dənə deyəndə ki, nə qədər keçirdə bilirik, keçirdirik. Bunun ən kəsin sahəsini qeyd edirəm. Baxaq, bu şəkildə. Və sizə sual veririk. Hansında daha çox induksiya xətləri keçirtmək olar? Birincidə daha çox induksiya xətti keçirtmək olar, yoxsa ikincidə? Birincidə. Birincidə. Çünki ən kəsi daha böyükdür. Düzdür? Aha. Bax, induksiya xətləri birincidə daha çox keçirilir və səthin sahəsi də böyükdür. Deməli, biz buna deyərik sel axını. Nəticə etibarilə dedik ki, maqnit induksiya vektoru nə qədər çox olarsa, ən kəsin sahəsi nə qədər çox olarsa, maqnit sahəsi daha çox olar. Yəni, biz ona deyirik, maqnit sahəsi deyəndə ki, maqnit seli. Yəni, biz ona deyəcək fi. Adlanır nə? Maqnit seli. Nədən asılıdır? Birincisi deyək. Fi asılıdır B ilə. Nə qədər B xətləri çox olsa, fi çox olar. Maqnit sahəsi çox olar. Asılıdır ən kəsin sahəsi ilə. Bir də asılıdır nədən? Normal ilə B arasında olan bucaqdan. Və biz buna görə deyirik ki, maqnit selinin düsturu fi bərabərdir B vurulsun S vurulsun nə? Kosinus alfa. Buna deyirik maqnit selinin düsturu. B burada nədir? B maqnit induksiya vektoru. Maqnit vahidi nədir? Tesla. Maqnit induksiya vektoru. Əla. Bəs burada S nədir? Konturun sahəsi. Bəli, konturun ən kəsiyinin sahəsi. Vahidi nədir? Metrin kvadratı. Bəli, 1 metrin kvadratı. 1 metrin kvadratı. Ağla. Maqnit seli dediyimiz anlayışın adı nədir? Bəs vahidi nədir? Bilirik ki, maqnit selidir. İnşallah bilirsinizmi? 1 Weber. Bəli, fi bərabərdir 1 VB. Yəni Weber. Alimin adı ilə götürülür. Deyirik ki, onda 1 Weber nəyə bərabərdir uşaqlar? Vahid kimi 1 Weber nəyə bərabərdir? Tesla vurulsun metrin kvadratı. Tamamilə doğrudur. Tesla vurulsun metrin kvadratı. Başqa nə deyə bilərik? 1 Weber bərabərdir 1. Tesla'nın yerinə nə yaza bilərik? Tesla nəyə bərabərdir? 1 Tesla. Newton bölünsün amper vuraq metr vurulsun metrin kvadratı. İnşallah 1 Tesla bərabərdir 1. Newton bölünsün amper vurulsun metrdir. Və ya 1 Tesla bərabərdir 1. Newtonun yerinə kilogram metr bölünsün saniyə kvadratı olduğuna görə
Metrlər ixtisara gedir. Kiloqram amper vurulsun nə qalır? Saniyə kvadratı qalır. Gətirib indi burada Newtonun yerinə təzədən kiloqram metr bölüsü saniyə kvadratı yazsaq olacaq nə? Metrin kvadratı ilə metr ixtisara gedəcək. Baxaq. Burada metrin kvadratı ilə metr ixtisara getdi. Kiloqram metr yazanda olur kiloqram vurulsun. Metrin kvadratı bölünsün amper vurulsun. Saniyənin kvadratı. 1 Weber vahidinin beynəlxalq vahidlər sistemində əsas vahidlərlə asılılığı bu şəkildə olar. Aydındır. Çətinliğiniz var mı bura qədər uşaqlar? Xeyr. Devam edirik. Yazdıqlarımızı silə bilərik. Uşaqlar yazdıqlarımızı silirik, keçirik növbəti anlayışa. Maqnit seli maqnit sahəsini xarakterizə edir. Düzdür? Bəs maqnit selini necə dəyişə bilərik? B induksiya xəttlərini artırıb azaltmaqla, N kəsim sahəsini artırıb azaltmaqla, bir də alfa bucağını artırıb azaltmaqla biz maqnit selini dəyişə bilərik. Yəni maqnit sahəsini azalda bilərik və ya çoxalda bilərik. Maqnit induksiya xəttlərini artırıb azaltmağına görə, konturun N kəsim sahəsini artırıb azaltmağına görə və alfa bucağını dəyişdiyimizə görə biz maqnit sahəsini dəyişə bilərik. Onda gəlin birinci buradan başlayaq. 1. Deyirik ki, mənə bir qapalı kontur verilib. Qapalı konturumuz bu şəkildədir. Biz bu şəkili görən kimi bunun N kəsim sahəsini qeyd edirik. Bax, qırıq-qırıq xəttlər. Və N kəsim sahəsinə həmişə nə endirilir? Normal. Düzdür. Deyirik ki, əgər induksiya xəttləri, bu da induksiya xəttləri, B xəttlərini belə keçirdirəm. Əgər induksiya xəttləri normala paraleldirsə və ya induksiya xəttləri səthə perpendikulyardırsa, konturun səthinə perpendikulyardırsa, onda bu zaman maqnit selin qiyməti necə dəyişər? Biz BS var. Çünki kosinus alfa 90 dərəcə. Baba, normal budur. İnduksiya xətti də budur. Alfa dediyimiz anlayış B ilə normal arasında olan bucaqdır. Diqqətli olaq. B ilə normal arasında olan bucağa baxmalıyıq. İndi nə deyirik? Mənfi 1 olmur, mənfi BS olmur. Yəni BS olmur aslında. alfa 0 dərəcədə burada gözə baxın. 1 alır. Aydındır. Onda burada fi maksimum olur. Düzdür. Və düsturü nəyə bərabərdir? B vurulsun S-ə. Və fi ilə B düz, S ilə də düzdür. Biri başa düşdük. Evet. İndi keçdik 2-yə. 2-də deyirik ki, yenə konturu bu şəkildə qoyuruq. Baxaq. Bax. Birinci konturu qeyd eləyək. Baxaq. Bu da maqnit induksiya xəttləri. Düzdür. Bunun normalını qeyd edirik. Normal qeyd etmək üçün konturun N kəsim sahəsini qeyd etməliyəm. Ki, konturun N kəsim sahəsi belə olsa, normal buna perpendikulyar düşür. Səthi normaldır. Həmişə səthə perpendikulyardır. İndi
En B'ye nədir? Perpendikulardır. En B'ye paralel olanda maqnit seli var idi. N ilə B arasındakı bucaq 90 dərəcədir. Kosinus 90 da nəyə bərabərdir? 0. 0. Bunda fi nə olur? Böyle 0 olur. Yəni, maqnit seli sıfıra bərabərdir. Hepsi. Balaca bir bucaq da olsa, onu dedik də biz bayaq. Düzdür, hər hansı bir bucaq kimi olsa, tərəddüd etmədən orada maqnit sahəsi varmı? Bəli, var. İnduksiya xəttləri belə olsa, varmı maqnit sahəsi? Var. Düzdür, alfa bucağı buradır. Bunda fi bərabərdir nədir? Bs kosinus alfa. İndi deyirik ki, tutaq. Başa düşdük mü bunu? Problem var mı uşaqlar? Davam eləyək mi? Onu silirəm artıq. Evet. İndi keçirik. Nə deyirik? Konturda, məsələn, mənə belə bir anlayış verir. Baxın. Bu nədir uşaqlar? Nədir bu? Sarğac. Bir-birinə dolanmış naqil. Tutaq ki, induksiya xəttləri də belə verilir. Maqnit sahəsi varmı? Var. Burada sarğıların sayı n-dir. N nədir? Sarğıların sayından ibarətdir. Onda fi bərabərdir nə olur? N vurulsun bs. Sarğıların sayı nə qədər çox olarsa, o qədər çox olar. Baxaq. Sonra, bax, belə bir sarğac verib, bax. Bunun içərisinə bir dənə maqnetik, yəni ferromaqnit maddə daxil etdikdə. Ns. Dəmir, nikel, kobalt, ferromaqnit maddələrdir də. Daxil edirik. Biz nəyisə sarğaca daxil eləyiriksə, maqnit selini dəyişmiş olarıq. Maqnit sahəsi dəyişər. Bax, bu maqnit xassəsinə malikdir. Sarğaca daxil etdikdə artıq, bu zaman nə olur? Bu zaman deyir ki, maqnit sahəsi dəyişir. Artırmı yoxsa azalır? Bax, bunun içərisində nüfuzluğu yoxdur. Düzdür? Mən bunun içərisinə qədər nüfuzluğa malik bir maqnit daxil edirəmsə, onda bunun maqnit seli dəyişər də. Fi bərabərdir nə olar? Fi 0. Və ya olacaq nə? Mü vurulsun bs en sayda sarğacda ola bilər. Başa düşdük mü? Maqnit selini bayaq dediyim kimi B-yə, S-ə və alfaya görə dəyişə bilirik. Maqnit seli dəyişir. Delta fi. Məsələn, birincisi alfaya görə dəyişsə və S-lər yerində qalır. Onda deyirik ki, Bs kosinus alfa 2 çıxılsın kosinus alfa 1. Alfa bucağı dəyişərsin. Delta fi. Yeni topluda buna ait suallar var. S qalır yerində B-ni dəyişirik. S kosinus alfa vurulsun B2 çıxılsın B1. Delta fi bərabərdir. S qalmışdı yerində. B vuraq kosinus alfa yerində qalır. Nəyi dəyişirəm? En kəsin sahəsini dəyişirəm. Aydın uşaqlar bu. Problem var mı? İndi nəyi başa düşmədiniz? Maqnit selinə aid nəyi başa düşmədiniz? Alfa bucağı nədir? Alfa bucağı maqnit seli ilə normal arasında olan bucaqdır. Yəni, sən mütləq sən tapmalısan nəyi? Normalı, sərtin normalını tapmalısan. Mütləq. Fi bərabərdir. Bs kosinus alfa yazıb, alfa bucağın, normalın B ilə əmələ gətirdi. Bucağı tapmalısan ki, nədir? Kontur yalnız dairə formalıdır. Xeyr, naqil də, bağlı naqil də bu kvadrat formalı da olur. Düzbucaqlı formasında da olur. Bunu düzbucaqlı olsa daha rahatdır. Budur bunun normalı. Sərtin sahəsi endirdim. Bu da onun normalı.
If B xətləri belə olarsa, dedik ki, nə olur? Maqnit sahəsi yaranır, maqnit seli dəyişir. Aha, bu formada da ola bilər. Baxın, bir dəqiqə. Yəni, siz əsas məsələ bunun hansı formada yanaşmasına baxırıq. Bax, bu formada da ola bilər. Aha, bu formada olsa, bəs bunun normalı nədir? Baba budur, tutaq ki. Bu konturun en kəsin sahəsi, bu da onun normalı. Normal B-yə paraleldir. Görürsən? Normal B-yə paraleldir. Yaranır mı? Bəli, yaranır. Burada yaranır mı? Yaranır. Burada yaranır mı? Yaranır. Yəni, siz ancaq nəyə görə? Bax, burada yaranmaz. Bax, induksiya xətləri belə olsaydı, baxın. Burada belə olsaydı induksiya xətləri. Baxın, baxın, baxın. Burada induksiya xətləri belə olsaydı, normal bu olardı. Burası N, burası B. N B'ye perpendikulardır. Fi bərabərdir 0 olardı. Burada isə fi maksimumdur. Başa düşdük uşaqlar. Problem var mı? Yəni siz mütləq və mütləq en kəsin sahəsini tapırsınız. Səthin normalını qeyd etdikdən sonra artıq misalı başlayırsınız həlləməyə. Sizə bəzən verilə bilər məsələlərdə ki, deyək ki, maqnit seli konturun en kəsinin sahəsi ilə əmələ gətirdiyi bucaq 30 dərəcədir. Onda normal əmələ gətirdiyi bucaq nə qədərdir? 60 olar da. Bax, məsələn, belə bir kontur verilib. Belə bir konturum var. Bu da en kəsi. Və bu en kəsinə endirirəm perpendikuları səthin normalı. Mənə deyir ki, maqnit seli, maqnit induksiya vektoru daha doğrusu. Maqnit induksiya vektoru konturun en kəsin sahəsi ilə 30 dərəcəli. Bax, buranı verib 30 dərəcə. Onda fi bərabərdir. BS kosinus 30'dur. Aha. Qeyr 60. 60'dır. Çünki N ilə B arasında olan bucağı götürməliyəm. Kosinus 60 dərəcə. Aydın uşaqlar, başa düşdük mü? Problem var mı? Problem yoxsa keçək elektromaqnet induksiya qanununa. Deyirik ki, elektromaqnet induksiya qanunu. Baxırıq. Elektromaqnet induksiya qanunu. Bunu belə deyəcəyik uşaqlar. Tutaq ki, deyir ki, belə bir sarğacım var. Sarğac bilirsiniz də nədir? Naqillə, baba bu formada. Naqilləri bir-birinə bükürük. Bükülmüş naqil. Belə bir sarğacım var. Aha. Və deyirik ki, bu sarğacı bəlkə deyirik, bir dənə burada ampermetrimiz var. Ampermetrdə bilirsiniz ki, burada müsbət və mənfi qeyd edirik. Naqil. Bu da şkalası. 0'dır, nəsə də 5'dir, bu da 5'dir. Burada yazıram ki, ampermetr. Ampermetr. Aha. İndi deyirik ki, buna birləşdiririk naqil. Naqili gətirdik, birləşdirdik ampermetrə. Birini gətirib, bura birləşdiririk. Birini də gətiririk buradan, birləşdiririk bura. İndi, məsələ nədir? Dedik ki, yaxşı. Cəryanın naqili ətrafında maqnit sahəsi yaranır. Yəni, bundan əvvəl biz keçdik ki, burada I cəryanı var və bu I cəryanın ətrafında induksiya vektoru var. Bu yuxarısı X-dir məsələn. Üzr istəyirəm. Aşağısı X-dir. Aşağısı X-dir.
Yuxarısı nöqtədir. Düzdür? İndi bəs burada deyir ki, mən maqnit sahəsini dəyişsəm, elektrik cəryanı ala bilərəmmi? Aha. Bu deyən də alim, yəni ilk bu təklifi irəli sürən alim Ersted olub. Ersteddən sonra artıq Michael Faraday bu təcrübəni aparır. Aha, nə müşahidə ediblər? Götürürlər bir dənə ferromaqnit maddə. Dəmir. Maqnit xassəsinə malikdir. NS. Daxil olunur. Düzdür, V sürəti ilə şaquli aşağı doğru düşür. Sarğaca daxil olunur. Deməli, biz maqnit, bayaq dediyim kimi sarğaca bir maqnit nüfuzu nü olan bir maqnit xassəsinə malik olan bir maddə sarğaca daxil olursa maqnit seli artır deyirik. Daxil olanda artır, çıxardılanda azalır. Çünki bunun mü qədər nüfuzluğa malikdir bu. Maqnit sahəsini dəyişə bilir. Maqnit selini daha doğrusu dəyişə bilir. Onda daxil etdikdə görür ki, ampermetrin əqrəbi müəyyən qədər sağa getdi. Çıxartdıqda görəcək ki, ampermetrin əqrəbi müəyyən qədər sola getdi. Daxildə sabit saxladıqda görəcək ki, heç də baş vermədi. Aha, onda deyilir ki, əgər maqnit sahəsi dəyişərsə, ətrafında elektrik cəryanı yaradır. Yəni, burada mənbə yoxdur, uşaqlar. Yəni, elektrik cəryanı yaradan bir mənbə yoxdur. Ampermetr ondan keçən cəryanı ölçür. Naqildən keçən cəryan şiddətini ölçür. Bir tərəfi mənfi, bir dəfə müsbət qütbdür. Yəni, bu batareya zat deyil ki, buradan elektriğini alaq. Aydındır. Məsələ burasındadır ki, maqnit sahəsini dəyişdikdə biz elektrik cəryanı aldıq. Hansı elektrik cəryanı? Bax, ona deyirik induksiya elektrik cəryanı. İndi tərifimiz necə olacaq? Deyilir ki, bax, əgər konturun maqnit sahəsini dəyişdirsək, bu zaman elektrik cəryanı yaranar. Bu hadisəyə deyirik elektromaqnit induksiya hadisəsi. Yaranan cərəyana deyilir induksiya cəryanı. İnduksiya cərəyanın istiqamətini Lens qaydasına görə təyin edərik. Və induksiya cəryanı nəyin vasitəsilə yaranır? İnduksiya cəryanın yaratdığı gərginlik adlanır induksiya elektrik hərəkət qüvvəsi. Aha, induksiya elektrik hərəkət qüvvəsi. Və biz buna görə deyirik ki, elektromaqnit induksiya qanunu. Elektromaqnit induksiya qanunu nə cür ifadə olunar? Biz dedik ki, maqnit sahəsinin dəyişməsi nəticəsində. Maqnit sahəsinin dəyişməsi hansı düsturdur, daha doğrusu maqnit selinin dəyişməsi nəticəsində. Maqnit selinin dəyişməsi delta fidir də, düzdür? Onda bu qanun da deyilir, Y bərabərdir mənfi delta fi bölünsün delta t. Bu düsturun adı elektromaqnit induksiya qanunudur. İnduksiya qanunu. Məşhur qanundur. Elektromaqnit induksiya qanunu. Michael Faraday bu fikri irəli sürür. Lens isə artıq bunu təcrübə olaraq da, düstur olaraq da təyin edir və induksiya cəryanının istiqamətini tapır. Aha. Burada delta fi bölünmüş delta t anlayışı maqnit selinin, baxın, maqnit keçən dəfə hansısa bir sınavda var idi bu, ümumi sınavda. Maqnit selinin dəyişmə sürətidir uşaqlar. Dəyişmə sürəti. Maqnit selinin dəyişmə sürəti. Bax, Y-i elektrik hərəkət qüvvəsi. Hansı elektrik hərəkət qüvvəsi? İ hərfi yazılır burada. İnduksiya. İnduksiya elektrik hərəkət qüvvəsi. Vahidi nədir? Elektrik hərəkət qüvvəsinin vahidi nədir uşaqlar? Weber bölünsün saniyə. Əla.
1 voltdur da düzdür. 1 volt bərabərdir 1, bəli, Weber bölünmüş saniyə. Doğrudur, getdi. 1 Weber'i nədə yaza bilərik? 1 Weber bərabərdir 1 volt vurulsun saniyə. İndi keçirik. Bəs qanunun düsturunu yazdıq, qanunu dedik. Qanun hansı şəkildə oldu? Dəyişən maqnit sahəsinin öz ətrafında elektrik cəryanı yaradar. Bu cəryana induksiya cəryanı deyilir. Yadda qaldı. Y-inin T'dən asılı qrafiki bu cürdür. Bəs yaxşı. Y-inin daha doğrusu belə deyək. Delta fi bölünsün delta T deyək. Bəs Y-inin modulunun delta fi bölünmüş delta T'dən asılı qrafiki necə olacaq? Bəs artıq müsbətdən bax bu şəkildədir. Davam edək uşaqlar. Problem varmı? Düzdür. Qrafikdə bir problem yoxdursa davam edək. Davamımız hansı şəkildədir? Dedik ki bu sarğacın sayını artırsam. Sarğıların sayını artırsam nə baş verər? Sarğıların sayını artırsam Y-i bərabərdir. Mənfi n vurulsun delta fi bölünmüş delta t'dir. Yəni burada məsələ burasındadır ki delta fi bölünsün delta t artarsa Y-i nə olur? Azalır. Delta fi bölünmüş delta t azalarsa Y-i nə olur? Çoxalır. İnduksiya cəryanı artacaq. Aha. Delta fi konstantsa belə deyək. Fi konstantsa onda bu zaman delta fi sıfırdır. Onda Y-i də nədir? Sıfırdır. Yəni maqnit seli dəyişməzsə induksiya cəryanı yaranmaz. Yəni sarğacın daxilində bir ferromaqnit maddə içlik var. N-S qütbünə malikdir. Yəni bu sarğacın daxilində sabit qalarsa fi dəyişmədiyindən Y-i də sıfır olar. Hərəkət elətdirsək, yuxarı və ya aşağı hərəkət elətdirsək, bu zaman nə olar? Maqnit seli dəyişdiyinə görə induksiya elektrik hərəkət qüvvəsi də yaranar. Hələ induksiya cəryanın istiqaməti haqqında heç də demədik. İndi sualım sizədir. Bir problem var mı bura qədər? Yoxdursa davam edək. Onda biz deyək ki ta mexanika bölməsindən belə bir şey demişdik. Bir fiziki kəmiyyətin dəyişməsini zamanın dəyişməsinə bölürüksə nə etməliyik? Birinci dərəcə kullanmalıyıq. Tamamilə doğrudur. Y-i birincisi deyim. Y-i bərabərdir mənfi finin birinci tərtib törəməsi. İkinci deyim ki Y-inin T'dən asıllı qrafiki sizə verilərsə və bu qrafikin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsini taparaq nəyi tapmış olarıq? Delta fini. Delta fini. Yəni delta fi bərabərdir nədir? S fiqurdur. Fiqurun sahəsini taparaq maqnit selinin dəyişməsini taparaq. Məsələn, mənə məsələdə deyir ki, fi bərabərdir 6 minus 3 dedir. Y-inin özünü tap. Demirəm modulu. Modul sözü olsa modul yazarıq da. Deyir ki, Y-ini tap. İnduksiya elektrik hərəkət qüvvəsinin qiyməti. Necə taparsan? Deyirsə ki, zamana görə birinci tərtib törəməsidir. Özdə mənfi işarəsi. Mənfini nəzərə alır. Demirsə modul, demirsə mənfi nəzərə alınır. 6-nın törəməsi 0, mənfi 3-nin törəməsi mənfi 3. Mənfi ilə mənfiyə vurulanda müsbətləşir. Deməli, maqnit seli əgər zamana görə
xətti asılı olarsa, bu zaman induksiya elektrik hərəkət qüvvəsi zamana görə sabit qalar. Yox, maqnit seli deyirəm ki, indi bu birinci misal idi. İndi ikinci misala baxırıq. Deyirəm ki, fi bərabərdir. Tutaq ki, belə deyirik, 8 üzərinə gəl 4t'nin kvadratı. Y-nin özünü istəyir səndən. Y-i də bilirsən ki, mənfi fi iştirik t'dir. Mənfi 8 plus 4t'nin kvadratının törəməsi. Eləyər mənfi 8 minus 8t. Onda Y-nin özünün zamandan asılı qrafiki mənfi 8-dən başlayacaq aşağı doğru. Aydın da. Bir dəqiqə qrafiki təzədən çəkeyim. Başa düşmədiyimiz bir şey var mı burada uşaqlar? Mənfi 8-dən başlayacaq aşağı doğru gedəcək. Yox, əgər baxın, məndən Y-nin modulunu istəsə. Aha. Onda nə olar? 8 minus 8. Ay sağ ol. 8-dən başlayacaq yuxarı doğru. Aydın da. Törəmədə mənfi 8 ara gəldi. Bu üzr istəyirəm. Düz. Aferin. Bağışla. Təşəkkür. Aferin. Mənfi 8-in törəməsi 0'dır. Bəli, burada mənfi 8t. Aferin. Y-nin t'dən asılı qrafiki. Mənfi 8t isə bu şəkildə olar. Təşəkkürlər. Bəs Y-nin modulunun t'dən asılı qrafiki. Necə olar? 0'dan başlayır yuxarıya doğru. Aydın da. Bəli. Yəni kvadratik funksiya verilərsə törəməsi düz mütənasibdir. Yox, sənə xətti mütənasib verirlərsə törəməsi sabitdir. Çünki bir ədəd almışam, yanında zamansat yoxdur. Başa düşdük mü uşaqlar? Bəli. Allah. İndi keçirik. Nəyə? İndi keçirik. Diqqətli olun. Allah uşaqlar. Diqqətli olun. İndi keçirik. Lens qaydası. Lens nə deyir? Lens qaydasından sonra artıq Lens induksiya cəryanın tapılmasını deyir. Deyir ki, baxın, sizi birincisi sadə çəkirəm. Baxın. Sadə çəkirəm ki, başa düşəsiniz. Ondan sonra mürəkkəbləşdirək. Belə bir qapalı konturum var. Bunun mən maqnit sahəsini artırmaq istəyirəm. Neynirəm? Deyirəm ki, bir də ferromaqnit maddəni daxil edirəm. Burası olsun S, burası olsun M. İnduksiya xətlərinin istiqaməti N-in yaratdığı istiqamətdir. Onda burada induksiya xətləri nə olar? Bu maqnitin, ferromaqnit maddənin induksiya xətləri olacaq B. Düzdür? Bu maqnitin induksiya xətləridir. Konturun içərisində ferromaqnit maddə daxil olduqda neynir? Maqnit seli dəyişir. Nə olur? Maqnit seli sizcə nə olacaq? Artacaq yoxsa azalacaq? Azalar da bəli. Artar da, bəli, artar da. Çünki yoxdur, bu nə qədər nüfuzluğa malikdir, daxil olur, artar. Düsturdan bilirəm artıq birbaşa Y-i azalar. Bəs Y-nin istiqamətini necə tapırlar? Və ya başqa induksiya cəryanın hardadır? İnduksiya cəryanın mövcud olması üçün onda burada cəryanın yaratdığı induksiya vektoru olmalıdır. Yəni cəryanın malik olduğu induksiya vektoru. İndi biz elə maqniti kontura daxil eləməsədə o da qəbul eləyər? Xeyr, elə deyil. Deyir ki, biz əgər bu maqniti kontura daxil eləyiriksə, kontur onu qəbul eləmək istəmir.
Çünki elektrik cəryanı yaranar. Düzdür? İnduksiya cəryanı yaranar. Ha, ona görə də biz maqniti kontura daxil etdikdə bu maqnitin yaratdığı induksiya xəttləri ilə cərəyanın yaratdığı induksiya xəttləri nə olur? Bir-birinə əks olur. Bu həmişə belədir. Çünki deyirik ki, maqnit sellini, maqnit sahəsini bu induksiya cəryanı var ha, maqnit sahəsini artırmağa qoymur. İstəmir maqnit sahəsi artsın. Maqnit seli istəmir artsın. Aydındır? Və ona görə də deyirik ki, induksiya cərəyanın yaratdığı induksiya xəttləri maqnitin yaratdığı induksiya xəttlərinə əks yönələcək. Bəs induksiya cəryanının istiqamətini hansı əl qaydası ilə taparıq? Deyərik ki, sağ əl qaydası ilə. Bu bir halqadır da, halqa fikirləşin, bir halqa fikirləşin. Düzdür? Və bundan keçən induksiya cəryanı və induksiya xəttlərini yuxarı doğru. Onda sənin əlin necə qalmalıdır? Bu baş barmaq olacaq, bu da dörd barmaq olacaq da, düzdür? Baba bu şəkildə olmalıdır. Cəryanın yaratdığı. Düzdür? Aha, bu bükülmüş vəziyyətdə bunu yaxşı çəkmədim. İndi elədirsə, onda sənin o dörd barmağın hansı tərəfə gedər? Sənin o dörd barmağın baba belə gələcəkdir uşaqlar. Baxın budur. Dairəvi cəryanın naqildə cəryanın istiqaməti sağ əl qaydasına görə tapılır. Sağ əli elə tutarsan ki, baş barmaq induksiya vektor istiqamətində, dörd barmaq isə cəryan istiqamətində olsun. Dairəvi cəryanın naqildə dedik ki, dəyişirik. Düz cəryanın naqildə baş barmaq cəryan, dörd barmaq benin istiqamətindədir. Lakin dairəvi cəryanın naqillərdə isə baş barmaq induksiya vektoru, dörd barmaqda induksiya cəryanı istiqaməti, daha sonra cəryan istiqaməti verəcək. İndi buradakı məsələdə induksiya cəryan istiqaməti verəcək. Aydındır uşaqlar? Başa düşdükmü? Bəli. İndi dedik ki, burada bir dənə, məsələn, bunun biraz mürəkkəb vurması. Dedik ki, bir dənə qalvanometr birləşdirilib. Bax, dedik ki, bir dənə qalvanometr birləşdirilir. Baba, budur qalvanometrin göstərişi. Dedik ki, baxaq. Burada da bir dənə sarğacımız var. Düzdür? Və dedik ki, bura bir dənə maqniti biz burada nə eləmişdik? Daxil eləmişdik. Daxil etsək. Aha. Burası olsun M, burası olsun S. Bu induksiya xəttləri budur bax. Bu maqnitin yaratdığı induksiya xəttləridir. İnduksiya cəryanın yaratdığı induksiya xəttləri nə olur? Maqnit sahəsi, maqnit seli artırmı? Maqnit seli artdığına görə induksiya cəryanı nə olmalıdır? Onu artmağa qoymur, azaldır onu. Onda bu BI-nin istiqaməti yuxarı olar. Bəs, burada axan cəryanın istiqaməti isə belə olar. İnduksiya cəryanı. Başa düşdükmü? Problem var mı? Bu, yəni bunun biraz mürəkkəb olması. Eyni bir şeydir. Mürəkkəb yox, sadəcə sarğıları göstəririk burada. Başa düşdük mü uşaqlar? Keçdik indi. Əgər biz maqniti konturdan çıxartsaq. Bax indi konturumuz belədir. Buradan maqniti çıxardırıq. Daxil eləmişdik. Selini artmışdı. Maqnit seli artmışdı. Burası N, burası S. Düzdür? Sürəti yuxarıdır. Baba B'nin istiqaməti, bu maqnitin, baba bu SN var ha. SN'in yaratdığı B'nin istiqaməti bu tərəfdir. Bu düz göstərir. Bax bu şəkildə. Onda biz maqniti çıxardanda maqnit seli nə olur? Azalır. Onda düz tura görə Y artmalıdır. İndi Y-nin artması üçün BI-nin istiqaməti necə olmalıdır? Bu maqnitin yaratdığı induksiya vektoru ilə
Cərəyanın yaratdığı induksiya vektoru bir-birinə paralel olmalıdır. Yəni eyni istiqamətli olmalıdır. Yəni nə demək istəyir? Əgər maqnit seli azalırsa bu səfər azaltmağa qoymur. Yəni ona əksdir də tərs gedir ondan. Əgər maqnit seli artarsa induksiya cərəyanı onu artmağa qoymur, ona görə əksdir. Əgər maqnit sahəsi, yəni maqnit seli azalarsa induksiya cərəyanı onunla eyni istiqamətdə yönəlir, onu azaltmağa qoymur. Başa düşdükmü? Aha. İndi induksiya vektor istiqaməti aşağıdırsa, onda baş barmağım aşağı olmalıdır. Baş barmağım aşağıdırsa, onda induksiya cərəyanı istiqaməti sağ əl qaydasına görə bu cür olmalıdır. Başa düşdük? Bu da induksiya cərəyanının tapılması. Bəs induksiya, başa düşdünüz uşaqlar, problem var mı? Xeyr. Aha. Bəs düsturumuzda hansı ki Y-i bərabərdir mənfi delta fi bölünmüş delta t ifadəsində. Y-i indi nəyi bildirir Y-i? Yəqin ki başa düşdünüz. İnduksiya cərəyanın yaratdığı maqnit sahəsi bu cərəyanı yaradan xarici maqnit selin dəyişməsinə mane olsun. Aydındır? Və bu qanuna deyirlər Lenz qaydası. Başa düşdükmü? Bəli. Transformator. Sonra elektrodinamik mikrofon. İş prinsipi elektromagnet, induksiya qanununa əsaslanır. İnduksiya hadisəsinə, qanununa əsaslanır. Aha. İndi ortalıqda induksiya cərəyanı var və induksiya cərəyanının düsturu yoxdur. Onda keçək induksiya cərəyanının düsturunu yazmağa. Aha. Dedik ki induksiya cərəyanının düsturu. Dedik qapalı dövrə üçün. Qapalı dövrə, tam dövrə. İnduksiya cərəyanı nədir? Qapalı dövrə üçün qanunu. Y bölünsün bir dəqiqə. Böyük R plus kiçik R-də, düzdür? İndi burada deyərik ki induksiya cərəyanı Y bölünsün bir dənə R. Daxili müqaviməti. Başqa mənbə yoxdur axı. Mənbə yoxdur müqavimətdə olsun. I bərabərdir Y bölünsün R-dir. Bu bizim bildiyimiz bir düsturdur. Elektromagnet induksiya qanununa görə induksiya cərəyanının düsturu I bərabərdir. Y-nin yerinə nə yazıram? Delta fi bölünsün delta t. Düzdür? Delta fi bölünmüş delta t. R-də qalır yerində. Modulda yazıram da, yəni mənfi yazılmaz. Başa düşdükmü? Buna deyirik induksiya cərəyanının düsturu. Və induksiya cərəyanı da modulca delta fi bölünmüş delta t ilə necə mütənasibdir? Düz mütənasibdir. Törəmə olaraq tapa bilərikmi? Bəli. Y bərabərdir 1 bölünsün R yazılır, vurulsun nə? Fi'nin birinci tərtib törəməsi. Doğru getdi modulda. Aha. Bəs naqili müqavimət. Bax, burada müqavimətin tapılması var. Ta biz elektrik bölməsinə başlayanda demişdik ki, naqildən axan cərəyan şiddətin düsturu var. Hansı şəkildədir? Q vurulsun T. Bölünsün T. Bölünsün T. Bəli. Olacaq delta fi bölünsün R vurulsun delta T. Onda bu delta T'lər gedəcək. Aha. Onda bu delta fi bərabərdir
delta Q vurulsun R. Maqnit selin dəyişməsi. Bax, belə bir düsturu da var. Sonra deyərik ki, delta phi bərabərdir. Delta Q'nun yerinə I vurulsun, delta T vurulsun, R'də yaza bilərik. Buna aid suallar var. Və ya baba, bunu yaddan çıxartmayın. Delta phi bölünmüş Q. Və buradakı bu konturun, yəni naqildir də, konturda naqildən ibarət. Bağlı bir naqil. Nədə çətinliyiniz? Bir sözünüz var mı uşaqlar? Nəyi başa düşmədiniz? Problem yoxdur. Əla. Onda davam edək. Davam edək, görək nə olacaq. Dedik ki, indi yazaq öz-özünə, öz-özünə keçməyək. Bundan sonra keçərik. İndi dedik ki, maqnit sahəsində hərəkət edən naqildən yaranan induksiya elektrik hərəkət qüvvəsi. İnduksiya elektrik hərəkət qüvvəsi. İnduksiya elektrik hərəkət qüvvəsi, yəni YI. Bu səfər deyilir ki, maqnit sahəsində cərəyanlı naqili hərəkət elətdiririk. Yəni, əvvəl cərəyanlı naqil hərəkət eləmirdi. Mənbə yox idi deyirdik. Nə bilim, orada artıq biz maqnit selini dəyişməklə elektrik cərəyanı ala bilirdik. Bu səfər elektrik cərəyanımız var və elektrik cərəyanımız olduğuna görə o naqili hərəkət elətdiririk maqnit sahəsində. Yəni, dəyişirik ki, görək nə baş verəcək. Deyilir ki, baxaq, belə deyək, delta X, X-ləri qeyd edək. Bu X nə deməkdir? Şəkildən bizə. Nədir şəkildən bizə doğru olan? X, B yazmışam üstündə. Bu nə deməkdir? O deməkdir ki, maqnit induksiya xətləri bizdən şəkilə doğru gedir. Şəkildən bizə doğru yox. Bizdən şəkilə doğru. Diqqətli olaq. Tutaq ki, burada bir naqilimiz var. Burada qoşuram. Bu naqili də birləşdirmişik hər hansı bir mənbəyə. Burada cərəyanın istiqamətini göstəririk. Cərəyan sola doğru axır. Biz cərəyanın istiqamətini göstərməyək. Hərəkət elətdirik. Bir dəqiqə. Hərəkət elətdirik bunu aşağıya doğru. V sürəti ilə aşağıya doğru hərəkət elətdirik. Onda biz deyərik ki, bu naqildə cərəyan hardan hara doğru axır? Biz bilirik ki, onsuz da elektrik cərəyanı müsbətdən mənfiyə doğru axır. Bunu bildik. Bəs yaxşı, bu şəkildə hardan hara doğru axır? Bunu necə təyin edərik? Hansı əl qaydası ilə? Deyərik ki, sağ əl qaydası ilə. Sağ əli elə tutulur ki, maqnit qüvvə xətləri ovucumuza daxil olsun. Maqnit qüvvə xətləri nədir? Yəni, maqnit induksiya xətləri. Bax, sağ əli elə tutmalısan ki, induksiya xətləri ovuca daxil olsun. Onda bu induksiya xətləri bizdən şəkilə doğru getdiyinə görə sağ əlimi elə tuturam ki, ovucumun içinə daxil olsun. Yəni, əlimdə qələm varsa, qələmin ovucumun içinə daxil olur. Yəni, sağ əlimin üst hissəsi nəyə baxır? Telefona baxır. Yəni, qarşında kompüter varsa, kompüter tərəfdədir. Sağ əlin üst hissəsi. Əla. Sonra 90 dərəcə açılmış baş barmaq naqilin hərəkət istiqamətində olsun. Yəni, baş barmağım sürəti verir. Onda 4 barmağım nəyi verəcək uşaqlar?
İnduksiya cəryanı. İyi. Deməli, deyilir ki, B ucumuza daxil olsun. Daxil olsun. Sonra V baş barmaqdır. Dörd barmaq isə bizə verəcək nəyi? İ-ini. İnduksiya cəryanın istiqaməti verəcək bizə nə? 4 barmaq. İndi bu şəkildə biz cəryanın istiqaməti hansı tərəf olacaq? İnduksiya cəryanın istiqaməti bu şəkildə. Sola tərəf. Aha. Sol olar dəqiq. Ya sağa doğru, bu tarafa doğru gedir. Sağ. Bəli. Belə olacaq induksiya cəryanı. İyi. Aydındır. Başa düşdükmü uşaqlar? Problem var mı? Yoxdursa davam edək. Əla. Dedik ki, bəs bu zaman dedik ki, induksiya cəryanı varsa, orada mütləq və mütləq nə olmalıdır? Y-i olmalıdır. Onda Y-i bərabərdir. Bax, düstur olaraq B, L, V sinus alfa. Amper qüvvəsinə görə tapılır burada. İndi ikincisi, əgər dedik ki, buradakı alfa bucağı nədir? Alfa bucağı, aha, deyin hələ, sürət ilə, İnduksiyanın. bəli, induksiya vektoru arasındakı bucaqdır. Yəni, alfa 90 dərəcə olarsa, onda Y-i olur nə? Maksimum. Yəni, Y-i bərabərdir nədir? B, L, V. Y-i ilə, bax, bu əsas məsələdir. V necə mütənasibdir? Düz mütənasib. Y-i tapılandan sonra İ-i tapılır. Çünki Y-i bölünsün R-dir. Y-inin yerinə də B, L, V bölünsün R. Burada da sinus alfa. Yəni, burada da deyirik ki, İ-i də V ilə düz mütənasibdir. İ-i induksiya cəryanıdır. Y-i induksiya elektrik hərəkət qüvvəsidir. L burada naqilin uzunluğudur. B naqilin hərəkət sürəti. B naqilin, daha doğrusu B maqnetin induksiya xətləri, maqnet qüvvə xətləri deyirik. V isə naqilin hərəkət sürətidir. İnduksiya cəryanı vahidi amperdir. Voltdur, ohmdur. İndi keçək qrafiklərə. Bax, buna aid çox... Bu niyə belə olur? Bu nədir? Müəllim, kağızı yaxınlaşdırmadı. Aha. Görə bilirsiniz. Kağız böyüdür. Nə qəşəng. İndi deyirik ki, baxaq. Məsələn, deyir ki, V T-dən asılı deyil. Bu necə hərəkətdir? Bərabər sürətdir. Onda Y-i T-dən necə asılı olar? O da asılı olmaz. Asılı olmaz. İ-i T-dən necə asılı olar? Asılı olmaz. Maraqlısı budur. Sürət zaman qrafiki necə olarsa, Y-i və İ-i T qrafikləri eyni ilə bunlar kimidir. Məsələn, bu necə hərəkətdir baba? Yer dəyişmə zamanla. Baba, bu necə hərəkətdir? Geyinləşən. Onda sən sürət zaman qrafikinə keçirsən və 0-da 0 götürürsən burada. Onda qrafikin belədir. Onda Y-i və İ-i zamana görə necə qrafikdir? Belədir. Sən cəryanlı zamandan asılı qrafikini qurmaq istəyirsənsə, sürət zaman qrafikinə keçməlisən. Başa düşdükmü? Problem var mı? Yoxdur ki. Keçdik indi nəyə? Öz-özünə induksiya hadisəsi və induktivlik. Bu bölmənin ən maraqlı hissəsi.
öz-özünə elektromaqnet induksiya qanunu da deyirik. Öz-özünə elektromaqnet induksiya qanunu və ya öz-özünə elektromaqnet induksiya hadisəsi. Öz-özünə elektromaqnet induksiya hadisəsində məsələ nədir? Deyirik ki, baxaq, bir dənə rezistorum var. Bir dənə lampam var. Əlbəttə ki, bura bir dənə də ampermetr qoşuram. Olsun ampermetr. Burada da bir dənə K açarı var. Bura mənfidir, bura müsbət. Burada N müqavimətə malikdir. Açarı bağladım. Nə baş verər? Aha, açarı bağladım. Nə baş verər uşaqlar? Lampa yanar. Lampa yanar. Lampa yanar da. Heç bir problem yoxdur. Lampa yanar. Bu metal idi də. Bu metal idi. Metalların elektrik keçirmə qabiliyyəti yüksəkdir. Düzdür, ən yaxşı elektrik keçirmə qabiliyyətinə malikdir. Yəni bəs plazmada deyək ki, temperaturu artdırdıq. Müqaviməti artar, azalar. Plazmada müqavimət artır. Bu da artır. Aha. Keçirik indi. Dedik ki, əgər burada sarğac qoysaq, və bura lampa qoysaq, bura K açarı qoysaq və bura eyni ilə mənfi müsbət qoşsaq, burada bir dənə ampermetr qoşsaq problem deyil. Harada istəsəm ampermetr dövrəyə arıcı qoşulub. Əlbəttə ki, dövrədəki elektrik cəryanı həmişə müsbətdən mənfiyə doğru axır. Burada da elədir. Aha. Nə baş verər? Açarı qoşdum. Nə baş verər? Ha uşaqlar. Yəni lampa yanar da nə baş verir? Yenə lampa yanar. Amma indi birlə ikinci lampanın müqayisəsində hansı daha tez yanar? Birincisi. Birincisinin tez yanmasını bildik. Bəs ikinci niyə gec yanır? Orada elektrik biraz dövr edir, geç çatır da. Müqavimət çoxdur. Aha. Deməli, indi gəlin buna baxaq. Dedik ki, sarğacdır da, düzdür. Burada maqnit sahəsi dəyişir axı. Düzdür, söz yox, mənbə var. Cəryan var. Problem deyil. Amma sarğacda cəryan artmağa başlayır. Düzdür, induksiya cəryanı neyinir? Onu artmağa qoymur. Bu sarğacda el induktivliyə malikdir. Bəli, sarğacın da özünün müqaviməti var. Çox məsələlərdə onun müqavimətini nəzərə almırıq. Yəni, məsələ şərtdə verildiyinə görə. İndi, məsələ burasındadır ki, dedik ki, sarğacda nə yaranır? İnduksiya cəryanı yaranır. Çünki maqnit sahəsi dəyişir. Aha, onda elədirsə, elə bunu AK açarını bağlayan kimi tez cəryan yaransın, yox. Cəryan artır, amma zaman keçdikcə artır. Birlə müqayisədə bu tez parıldayır, bu isə gec parıldayar. Çünki əvvəl bu cəryanı qəbul eləmək istəmir, sonra qəbul eləyir, cəryan yavaş-yavaş artmağa başlayır. Yəni, ikinciyə görə cəryanın zamandan, cəryan şiddətinin zamandan asılı qrafikini çəksək, bax bu şəkildə olar. Və bura olar nə? I maksimum. Çıx. K açarı bağlasaq, induksiya cəryanı yarandığına görə dövrədəki elektrik cəryanı zamana görə bu şəkil artar. Hə, K açarını açsaq, K açarını indi açıram. Hansı daha tez sönər? Bir tez sönər yoxsa iki? 2.
bağlı olanda. Aha, başka kimin fikri var? K açarını açsaq. 1. Bir tez söner də. Registrdə də şey yoxdur. Cəryan keçib qutardı getdi. Burada K Hemen açarını koydum da bu takım koyutma. aha, burada induksiya cəryanı yoxdur. Düzdür? Amma burada induksiya cəryanı var. Çünki sarğac var. Yəni burada cəryan azalanda induksiya cəryanı onu azaltmağa qoymur. Hansı qanuna görə? Lens qanununa görə. Aydındır? Çünki Y bərabərdir mənfi delta fi bölünsün delta t'nin prinsipi burada ödənilir. Ona görə deyilir ki, bax, burada dedik ki, sarğac olduğuna görə cəryan burada I bərabərdir 0 olur, lampa tez sönür. Buradakı lampa isə tez sönmür. Və I zamana görə İ'nin, cəryan şiddətinin ikinci grafikə görə deyirəm, hamısını 2-yə görə deyirəm. Zamana görə azalması bu şəkildə tədricən azalmağa başlayır. Yəni düzdür, bu sönür, amma birə nəzərən tez sönmür. Bir müddət sonradan sönür. LED lampuçkalar olur, alırıq, taxırıq evimizdə. Bax, o məsələ. İndi isə, bax dedik ki, əgər sarğac varsa, K açarını bağladıq, cəryan şiddəti tədricən öz maksimal qiymətini almağa çalışır. Əgər K açarını açsaq, cəryan şiddəti tədricən azalmağa başlayır. Yəni bir müddət davam edir bu proses. Aha, onda belə deyirik ki, baba burada L induktivlik və I cəryan şiddəti var da, naqildən axan I cəryan şiddəti. Maqnit seli L vurulsun I düsturuna görə götürərik. Cəryan şiddətinin artması və azalması maqnit selinə görədir. Maqnit seli dəyişərsə, nə qədər çox olarsa cəryan çox olur, az olarsa az olur. Və buradakı fi I ilə əlbəttə ki düz mütənasibdir. Bəs L burada nədir? İnduktivlik. L bərabərdir nədir? Fi bölünsün I. Vahidi nədir? 1 Henry. Və deyirik ki, induktivlik nə maqnit selindən, nə də cəryan şiddətindən asılı deyildir. Bura qədər problem var mı uşaqlar? 1 Henry'nin də vahidini yazaq. Nəyə bərabərdir? 1 Weber bölünsün nəyə? Amperə. Bəs öz-özünə nə deməkdir? İnduksiya hadisəsi. Y-i bərabərdir. Mənfi delta fi'nin yerinə yazıram. L delta I bölünsün delta T. Yəni burada maqnit selinin dəyişməsi və ya artması və ya azalması cəryan şiddətinə köməklik elədi. Gec başladı artmağa, cəryan şiddəti gec başladı artmağa. Maqnit seli dəyişdikcə cəryan şiddəti gec başladı artmağa. Burada yenə maqnit seli dəyişdikcə cəryan şiddəti gec azalmağa başladı. Ona görə fi bərabərdir L I ilə düz mütənasibdir. Artması və azalması cəryan şiddətinə təsir edir. Və bu hadisə adlanır öz-özünə. Yəni kimsə müdaxilə etmir. Biz sadəcə açarı bağlayırıq, açarı açırıq. Öz başına lampa başlayır gec parıldamağa, açanda da öz başına başlayır gec azalmağa. Bu hadisə deyirik öz-özünə induksiya hadisəsi. Və düsturumuzda bu şəkillədir. Bəs bu Y-nin delta I bölünsün delta T'dən asılı qrafiki. Əlbəttə ki, bayaq çəkdiyim kimi bu şəkillədir. Modulu desəydi, Y-nin modulunun delta I bölünsün delta T'dən asılı qrafiki əlbəttə ki, bu cür olardı. Bəs delta I bölünsün delta T nədir? Delta I bölünsün delta T nə deməkdir? Cərəyan şiddətinin
Dəyişmə sürəti. Bir fiziki kəmiyyətin dəyişməsini zaman dəyişməsinə bölürüksə, bu həmin fiziki kəmiyyetin dəyişməsi xarakterizə edir. Və vahidi amper bölünsün saniyədir. 1 volt da bərabərdir 1 Henry vurulsun amper bölünmüş saniyəyə. 1 Henry'nin BS'də əsas qaidelərdən ifadə etmədik. Onu da göstərək. Onda deyirəm ki, 1 Henry bərabərdir 1 Weber bölünsün amper. Weber nəyin vahididir? Pi'nin vahididir, düzdür? Onda Weber'in yerində nə yazır? BS. Tesla vurulsun. Buradasın uşaqlar. Bəli, müəllim. Arada səs eləyin. Newton bölünsün, amper vurulsun, metr olduğuna göre amper kvadratı vurulsun, metr. Bu da olur ne? Kilogram vurulsun, metrin kvadratı bölünsün, amperin kvadratı vurulsun, saniyenin kvadratı. Yani Newton metr joule verir. Joule'da kilogram metr bölünsün, metrin kvadratı bölünsün, saniye kvadratı olduğuna göre bir Henry'nin açılış kaydası bu şekilde. Bu da belə. Bu vaidləri də dedik. 1 voltun açılışında dedik. Asıllığında dedik. Keçək indi. Başqa nə deyə bilərik? Uşaqlar, törəmə, düzdür. Y-i bərabərdir. Mənfi L vurulsun i-nin birinci tərtib törəməsinə. İnduksiya elektrik hərəkət qüvvəsi cəryan şiddətinin birinci tərtib törəməsinə bərabərdir. Və biz burada Y-inin T'dən asılı qrafiki verilərsə bizə, onda deyərik ki, baba bu fiqur zaman oxu ilə əmələ gətirdiyi sahə bu məsələdə bir şərt var. L bərabərdir 1 Henry üçün ödənilir. Delta I bərabərdir nədir? S fiqur. Delta i'ni tapmaq üçün L bərabərdir 1 olanda delta i'ni tapmaq üçün fiqurun sahəsini tapmalıyıq. Aydın da gözəl balalar. Problem var mı? Xeyr. Çətinlik var mı? Xeyr. Davam edin. Davam eləyək. Demək olar ki, bitirmişik. Baxaq. Deyirik ki, bir qapalı bir konturum var. Qapalı bir naqildir, dövrədir. Qapalı bir hissədir. İndi bu şəkildə qurulub. Burada axır I cəryan şiddəti. Bu konturdur. I cəryan şiddəti istiqamətdə bu cür verilib. Bu konturda I zamana göre artarsa, burada da bir naqilim var. Onda bu naqillə ətrafında induksiya cəryanı yaranır. Və bu induksiya cəryanı I zamana göre arttığına göre ona əks olur. Əgər bir qapalı konturun burada varsa, bu qapalı konturda I cəryanın naqil yuxarı doğru dursa, bunun ətrafında induksiya cəryanı yaranacaq. Və bu I, bu dediyim I zamana göre azalarsa, zaman geçtikçe azalarsa, onda induksiya cəryanı, bu naqildə yaranan induksiya cəryanı onu azaltmağa qoymaz. Zamana göre artanda əks, azalanda eynidir. İnduksiya cəryanının Lenz qaydasına göre mahiyyəti bu deməkdir. Biz deyirik ki, tutaq ki, bizə bir dənə sarğac olsun belə verib və buna qoşmuşuq bir dənə ampermetr A1. Burada da S1 lampası var. Bağlayırıq, dövrə quşarıq. Eyni şeyi yazırıq, A2. Burada bir dənə S2 olsun. Eynidir. A3 X S3. Belə bir dövrəmiz var. Və burada bir dənə K açarı qoyuruq. Və burada da bir dənə mənbə qoşuruq.
Bunun induktivliği sarğac varsa induktivliği var. L1, L2 ve L3. Sual bu şəkildədir. Açar qapansın. Və mənim şərtim belədir. L3 böyükdür L2 böyükdür L1. Sual belədir. Açar qapandıqda nə baş verər? Hansı daha tez yanar, hansı daha gec yanar? En geç yanan hansı olacak? En geç parıldayan. Ən çox induktivliyi olandır. Dördüncü olar deməli. Ana dördüncü. L1, L1 çarşı. L1. L1. Ha, başka kim idi deyən? Bunların fiilləri sabitsə, bu eli artırsa, i'si azalar da. En gec yanan 51 olar, en tez yanan 53 olar. Aha. Əgər açarı qapasa, açarı bağladıq. Bunda induktivlik çoxdur. Maqnit cihazı gec çox olacaq axı. Onda y'si az olar da. Necə ki y bərabərdir delta fi bölünsün delta t. Belə bir şey değildi. Veya y bərabərdir mənfi l vurulsun delta i bölünsün delta t. Bu l'yi çox olanın fi'si çoxdur. Fi'si çoxdursa y'si az da. Onda en gec yanan hansı olar? Daha doğrusu en geç parıldayan. 53. Bəli. 53'dür dənə. Aha. İndi nüfuzluğu qeyd edirik. Başa düşdünüz uşaqlar? Problem var mı? Ha? Mənim yoxdur problem. Ben Var. uzaklaşa daha gec getmez ben. Nə uzaqlaşa? Yani demirik 53 yaxındır L4'dən L1'ə nisbətən. Yaxındır sözü deyil. Burada yaxınlıqdan, uzaqlıqdan söhbət getmir. Burada nədən söhbət gedir? İnduktivlikdən. İnduktivliyi böyükdürsə, baba böyükdürsə, induktiv L3 böyükdür, L2 böyükdür, L1. Düzdür. İnduktivliyi böyükdürsə, onun fisi də böyükdür. Fisi böyükdürsə, y'isi induksiya cəryanı azdır da. Ama da deseydi L1 böyükdür, L2 böyükdür, L3 olsaydı onu da L1 götürərdi. Ay sağ ol. Ha başa düşdü. En geç parıldayan L3 olar. Ha, zamanını da müqayisə eləsək T3 böyükdür, T2 böyükdür, T1 olar. Burada maqnit nüfuzluğudur. Bundan əvvəlki dərsdə demişdik. Açarı açsaq nə baş verər? Heç biri yanmaz. Açarı açanda sönərlər. Bəli, düzdür. Puldan cərəyan keçməz. Bağlı, açıq olduqda. Açıq olduqda hansı ən gec sönər? Eyni şərtlər daxil L1. edilir. L1. 53. Yenə də L3. 53 tez yanarsa sonunda 53 yanardı. Ha, en geç sönen de L3'tür. Aydın da yadda qala. Mü3 böyükdür, mü2 Bəli. böyük, mü1. Endişələr bunun üçün də ödənir. T3 böyükdür, T2 böyükdür, T1. Aha. Açıq olduqda induktivliyi böyük olanın, açıq olduqda induktivliyi böyük olanın geç söner, bağlı olduqda induktivliyi böyük olan geç yanar. Geç parıldayar. Az parıldayar. Yəni geç başlayar közəlməyə. Hə, bizim müqayisə olaraq həmişə i-nin t-dən asılı qrafiki verilib uşaqlar. Belə verilir bəzən. Bu başqa hansı bölmələrdir belə qrafik?
göre kimin yadına düşür? Belə qrafik başqa hansı bölmələr uşaqlar? 1, 2, 3. Aha, elləri müqayisə elə. L3 böyükdür, L2 böyükdür, L1 olar. L3'ü böyük olan N3'ü de böyükdür. İndi induktivliyin düsturunda yazarıq. Əgər i-nin t'dən asılı qrafiki belə olarsa, bu sefer zaman eynidir. Eyni yerden başlayırlar. Zaman eynidir. Onda burası 1, burası 2, burası 3'dürsə, zaman hər üçü üçün eynidir. Onda L1 böyükdür, L2 böyükdür, L3 olar. Ona göre de M1 böyükdür, M2 böyükdür, M3 olar. Bax, bunu belə yadda saxla. Zamanı, bax, çox olanın L-i çoxdur. Yox, zaman sabitdirsə, L-i çox olanın M3'ü çoxdur. Tarih getdi. Bu da belə. Buraya kadar sual var mı? Bir kətini bir sözümüz var mı? Xeyr. Ağla. Tutaq ki bir əslində induktivliyin düsturunu belə yazaq da. Bir dəqiqə. Burada boş yer var. Tutaq ki bir sarğacdır. Bir sarğacımız var. Sarğacın induktivliyi əlbəttə ki L hərfi ilə işarə olunur. Aha. Bura bir dənə maqnit nüfuzuna malik bir ferromaqnit maddə daxil etdik. Bax, daxil etdik. Bunun artıq induktivliyi dəyişəcək. L bərabərdir nəyə olar? Nü L0. İnduktivlik başqa nə dəyişəcək? Fi də bərabər B yazım da. Bir dəqiqə. B bərabərdir. Baxın, B bərabərdir. Mü vurulsun B0. Sonra deyərik ki fi bərabərdir nə? Mü vurulsun fi 0. Hətta uşaqlar maqnit sahəsinin enerjisi də W maqnit bərabərdir mü vurulsun W maqnit 0. Yəni daxil etdikdə bunların hamısı maqnit nüfuzu qədər artır. Çıxartdıqda bunların hamısı maqnit nüfuzu qədər nə olur? Azalır. Başqa sarğacın induktivliyin düsturu hansı düsturla hesablanır? Çox kitablarda ola bilsin, olmasın bu. Mü 0 n kvadratı vurulsun s bölünsün l. Sarğacın uzunluğu, sarğıların sayı, en kəsin sahəsi, maqnit sabitliyi və maqnit nüfuzluğu. Və induktivlik Məxrəcdəki mim L-dir, Q-dür. L. Sarğacın uzunluğu L. Buraya kadar başa düşdünüz mü? Demək olar ki artıq bitirmişik, az qalır. Maqnit sahəsinin enerjisini bugün keçərik uşaqlar. Silə bilərəm. Lütfəni. Bəli. Al. Sualımız var mı uşaqlar? Yoxdursa Deyirəm. bir iki dənə şey də deyək. Bundan sonra keçək maqnit sahəsinin enerji düsturlarına. Aha. Deyirik ki, tutaq ki bir cəryanlı naqilim var. Belə göstərək. Mənə belə deyir də, dövrəni bağlayaram və dövrəni açaram. İnduktivli L olan bir sarğacım var məsələn. İnduktivli L olan bir sarğacım var. İnduktivli L-ə malikdir. Və deyirik ki,
Dövrəni bağlayan anda, yəni dövrəni bağlayan anda ümumi elektrik hərəkət qüvvəsi ümumi bərabərdir. Artırsa maqnit sahəsi, burada sarğac el-induktivliyə malikdir də. Yavaş-yavaş maqnit seli artır. Artırsa induksiya cəryanı onu artmağa qoymur. Onda ümumi elektrik hərəkət qüvvəsi bərabərdir. Dövrədə, mənbədə olan elektrik hərəkət qüvvəsini vurulsun L delta I bölünmüş delta T-yə. Yəni açarı bağlasaq, açar bağlananda. Açar bağlananda. Açar bağlandığına görə deyirik ki, maqnit seli artır. Maqnit seli artığına görə induksiya cəryanı onu artmağa qoymur. Ona görə yekun ümumi elektrik hərəkət qüvvəsi düstur olaraq bu cür tapılacaq. Bəs yaxşı. Açarı açsaq, açar açılsa, onda ümumi elektrik hərəkət qüvvəsi bərabərdir. Y plus L vurulsun delta I bölünsün delta T. Yəni belə deyək də bunu. Hər ikisi üçün bəs yekun cəryan şiddəti. Cəryan şiddətinin buna heç bir aidiyyəti yoxdur. I plus L vurulsun delta I bölünsün delta T. Vurulsun R. Həm bu üçün, həm də bu üçün yekun cəryan şiddəti bərabərdir. I plus L vurulsun delta I bölünsün delta T vurulsun R. Hər ikisi üçün cəryan şiddətinin tapılması bu cür olar. Amma elektrik hərəkət qüvvəsi buna aid topluda sual var. Özü 3-4 dənə sual var. Açar bağlı olanda, açar açılanda. Açar bağlı olarsa maqnit seli artdığına görə ümumi azalma istəyər. Açar açılarsa maqnit seli azaldığına görə ümumi artma istəyər. Buna görə birində plus, birində minusdur. Başa düşdükmü? Problem var mı? Yoxdursa maqnit sahəsinin enerjisini yazaq. Maqnit sahəsinin enerjisi. Maqnit sahəsinin enerjisi. W maqnitlə götürürlər. Düsturumuz elə birincidən başlayaq. L vurulsun I kvadratı bölü 2. L induktivlikdir də. W maqnit. Bəzən deyirlər ki, məsələn, fi kvadratı bölünsün 2L. Bu ikinci düsturdur. Üçüncü düsturda fi vurulsun I bölünsün 2. 3 dənə düsturumuz var. Üçü də asılılıqlarına görə bir-birindən maqnit sahəsinin enerjisi hamısından asılıdır. Məsələn, belə bir şey deyim sizə. Finin I-dən asılılığı L konstant olanda kvadratikdir. L konstant olanda. Amma fini deyirəm, üzr istəyirəm. W maqnitin. W maqnit sahəsinin enerjisini. W maqnit sahəsinin enerjisinin I-dən asıllığı düz mütənasibdir. Bu asıl düstura görə fi konstant olduğuna görə. Məsələn, maqnit sahəsinin enerjisi fi ilə kvadratik mütənasibdir. Nə vaxt? L konstant olarsa. Maqnit sahəsinin enerjisi onda fi ilə düz mütənasibdir. Nə vaxt? I konstant olarsa. Verilən qrafikə görə enerjinin vahidi 1 jouldur. Onda 1 Henry vurulsun amperin kvadratı. Sonra ikinci düstura görə 1 joule bərabərdir 1 Weber'in kvadratı bölünsün Henry. Üçüncü düstura görə 1 joule bərabərdir 1 Weber vurulsun amper. Bura qədər uşaqlar çətinlik var mı? Xeyr. Allah. İndi bugünkü dərsimiz uşaqlar bura qədər. Maqnit sahəsinin enerjisini izah elədik. I plus öz-özünə
İnduksiya elektrik hərəkət qüvvəsində izah elədik. Elektromanyetik induksiya qanununu izah elədik. Maqnit-seli də izah elədik. Gələn dərsimiz olacaq rəqs kontoru. Hə. Dedik ki, ən yaxşı elektrik cəryanı keçirən maddələr nədir? Metallar. Metallar. Metallar mı? Ay, sağ ol. Misal olaraq, məsəl üçün, daha yaxşı elektrik cəryanı keçirən maddələr ümumilikdə hansılardır? Metallar, elektrolitik məhlullar deyə bilərik. Bəli. Ərintilər, rütubətli hava, insan və heyvan bədəni, bir də nə deyərik? Plazma. Yadda qalacaq. Ona görə də dedik ki, plazma elektrik cəryanı keçirir. Sualınız varmı? İnşallah. Xeyr. Dərslə bağlı, mövzu ilə bağlı test işləmək istəyərdik, amma mövzu biraz çox çəkdiyindən ona görə də test qalsın inşallah.